Bundan ayrıldım. Bundan ayrılan sonra getdim əmlakçıya. Əmlakçı ilə sevgili oldum. Əmlakçı ilə bir dənə sadəcə görüşdük şeydə. İnşaatçıları idi mı, elmlərdə ilmisi görüşdük. Bu məni bəyənmədi, mən bunu bəyənmədim. Mən də indi mən də elə qız uşağıyam da, bığım çıxıb da, bacı normaldır da. Sən məni al ki, mən sap çəkim düzmədə. Çıxı bığlarım çıxırdı, beləcə. Normaldır, indi bıkıram. Mən də rahibə şeyəm də, neyiniyim, təzədir də. Mən də bu təzədən ayrılmışım, bu köhnədən ayrıldım, təzəni tapdım. Mən də ay qız rahibə devirimdir də, rahibəyəm də, çıxı tüklərim çıxıb elə, nə olub? Mənə ailə qur, rahibəliyim pozulsun, sonra da üzümü alım da. Hələ mən rahibəyəm axı. Bakiləri yaddan çıxdı, bakiləri moddan çıxıb, bakiləri sözünü yığışdırın. Mən təzə bir stil gətirdim, rahibə. Mən təzə rahibəyəm də, ay bacı da. Mən də əlim oğlan əlini dəyməyibdi, bir dənə Elnunla danışmışım, oradakı virtual. Mən də rahibəyəm də, rahibəliyim pozulmayıb bax hələ. Neyse haydi bununla görüşdük. Bununla mənimki tutuşmadı. Mən onu bəyənmədim, bu mənim. Oğlanın dodağı böyükdü. Gözləri də belə gözləri var idi. Mən də sevmirəm oğlan emojiyə bənzəsin. Çox yumuşaq deyil, çox kövrəkdir. Çox şirin görsən. Mən istəyirəm ki, oğlan sərt olsun. Başa düşsən, oğlan üzündə matışqalıq yağmasın. Belə sərt